Salam uşaqlar, demək biz bu gün danışacağıq 11-ci sinifin. Burada listeningimiz var, rugby haqqındadır. Bunu mən ötürürəm. Biz sadəcə qrammatikanın readingi oxuyacağıq bu gün. 7-ci sualda bizdən choose a line of compound noun deyir. Mürəkkəb isimləri olan cərgəni istəyir. Əlbəttə ki, siz baxan kimi şəkilçilərə çıxmalısınız. Məsələn, A variantında men şəkilçisi varsa o düzəltmə sözdür. B variantında th var. C variantında or var, D variantında ümumiyyətlə brave sözünə yaranıb, I burada şəkilçidir. Yəni düzgün cavabımız Y variantı qalır. Sadə sual idi. 8-ci sualda choose a line of nouns, isimlər olan cərgəni istəyir bizdən. A variantına diligent, çalışqan deməkdir. Sifət olduğuna görə bu variantı götürə bilmirəm. C variantına complicated, mürəkkəb deməkdir. D variantında curious, meraklı deməkdir. Yəni bir şeyə maraqlanan, hər şeyi öyrənmək istəyən insana deyirlər. Y variantında isə innovative, yəni innovativ deməkdir, yenilikçi. Yəni bunlar sifət olduqlarına görə düzgün cavabımız B variantı olacaq. 9-cu sualda uncountable noun istəyir bizdən. Uncountable odur ki, sayıla bilməyən isimlər olsun. A variantında bridge ümumiyyətlə körpüdür, dağdır, qayadır, çaydır, dənizdir. Bunlar sayıla bilən isimlərdir uşaqlar. B variantında armchair, kreslo. Ümumiyyətlə yadınızda saxlayın ki, mebel özü furniture sözü sayıla bilmir, amma mebelin hissələri olan, məsəl üçün deyirəm, armchairdir, sofadır, chair, table. Bunlar sayıla bilən isimlərdir. C variantı bizə düzgün cavabdır. D variantında newspaper, qəzet sözü sayıla bilir. Y variantında isə table sayıla bilən isimdir. 10-cu suala keçirəm. Possessive case istəyir bizdən. Apostrof S-dən sonra mütləq isim gəlməlidir. Mən də baxıram ki, today's world-ı gördüm. 3'ü 100% götürəcəm düzgün cavab kimi. Çünki bugünkü dünya deməkdir. Yəni alınır. Amma digər ismi görə bilmirəm. Demək ki, artıq mən tərcümə edib ın mənasını verən cümləmi axtarmalıyam. Deyir ki, manager layihənin detallarını yenidən baxış keçirdi. Yəni birinci cümlədə ın verən heç bir şey yoxdur. İkinci cümlədir ki, bəbənin ağlaması bizi bütün gecə oyaq saxladı. Yəni burada crying sözündəki ing isim kimi işlənir. Ümumiyyətlə yadda saxlayın ki, ing şəkilçisi isim düzəldən şəkilçidir. Məsələn, build tikməkdir, building binadır, meet görüşməkdir, meeting iclasdır. Yəni biz burada da cry ağlamaqdır, crying isə ağlayış, yəni çığırtısı bu mənada verəcək. Ona görə düzgün cavabımız 2-3 A variantı olacaq. 4-də isə düzgün cavabımız da deyir ki, uşaq oynayır sevdiyi oyuncaqla. Yəni burada yəlik halıq bir şey görmürəm. 11-ci sualda several'dan sonra gələn isim cəmlənməlidir, cəmlənib. 2-də a little'dan sonra sayıla bilməyən isim gəlməlidir, gəlib. A few advice, few advices bunlar ola bilməz uşaqlar. Çünki a few'dan sonra cəm isim gəlməlidir və advice sayıla bilməyən isimdir deyə o qətiyyən cəmlənə bilməz. Düzgün cavabımız 1, 2, 4 B variantı olur. 12-ci sualda only var. Only bilirik ki, ancaq a few ya da a little-dan işlənir. Məsələn, several'dır, many'dir, all'dur, bu variantlar çıxır. Və variantlara baxanda tərcümə edirəm. A variantını qoysam, deyir ki, bir neçə insan konferansda iştirak etdi, yalnız bir neçəsi sual soruşdu. Yəni uyğun gəlmir. Biz bura verə bilərik ki, çoxlu insan konferansda iştirak etdi, yalnız bir neçəsi sual soruşdu. Həm də uşaqlar a little. Axı burada söhbət insanlardan gedir. İnsanları mən necə a little-dan verim? Ona görə düzgün cavabım D variantıdır. 13-cü sualda European Union Avropa Birliyi deməkdir. Avropa Birliyində union sözü olduğuna görə Z verə bilərəm onun qarşısına. English isə communicate in English. Yəni İngiliscə ünsiyyət saxlayırlar. Biz demişik ki, English-in yanında language varsa Z veririk. Amma normalda dildən tək danışırsa onda vermirik. Düzgün cavabımız qalır bizim D variantı. 13 D variantı. 14-cü suala baxıram. Alp istəyir bizə. Alps Alp dağları deməkdir. Demişik ki, dağlar cəm haldansa onun qarşısına Z olur. Z verəcək. İkinci tərəfdə most popular. Mostdan sonra sifət gəlirsə, most əgər əksər mənasını daşıyırdısa onun qarşısına Z olmurdu. Amma most sifətin üstünlük dərəcəsini bildirirsə onun qarşısına Z olur. Və bir də ümumiyyətlə Avropa, Asiya, Amerika qitələrin qarşısında Z artiklı olmur deyə düzgün cavabımız Y variantı olur. 15-ci suala baxıram. Steps sözünə, steps addımlar deməkdir. Step konfeti var, bəlkə orada yanınıza qalar. Step demək, addım deməkdir, sayıla bilən isimdir, cəmdədir. Və biz qayda dəftərində keçmişik ki, others'dan sonra qətiyyən isim gələ bilməz. Another'dan sonra isə sayılan tək isim gəlməlidir deyə düzgün cavabımız Y variantı olur. 16-cı sualda mənim dostum və mən hazırladıq bütün prezentasiyanı özümüz olacaq əlbəttə ki. Əgər bir şeyə sən özün də daxilsənsə, məsələn, Murad və mən deyirsənsə, Murad və mən gedirik evə, özüm yox, özümüz olacaq aydındır orada. Yəni mən daxildirsə artıq ourselves kimi verəcəksiniz.
17-18-ci suallar bəzi mövzularda hələ biz keçməmişik, amma asan mövzudur. Yəni 17-ci suala sadəcə tərcümə etməliydiniz ki, do you know, sən bilirsən, məsələn, whom kimə deməkdir, who kim deməkdir, whose kimin deməkdir, that isə ki deməkdir. Sən bilirsən, kim başçılıq eləyəcək diskussiona, müzakirəyə. Yəni burada kim mənasını verdiyinə görə C variantı doğru cavabdır. 18-ci sual isə sadəcə keçəcəyik biz bunlar istəyik. Bu da əvəzlik dərsidir. Nöqtələrdən əvvəl canlı isim gəlirsə who, whom, whose, cansız isim gəlirsə which və yaxud da that veririk. Və demişdik ki, who, whom, whose'un fərqi nədir? Who, whom və whose. Fərqi nədir uşaqlar? Who'dan sonra mütləq şəkildə xəbər, whom'dan sonra əvəzi, whose'dan sonra isə isim gəlməlidir. Research isə isim olduğuna görə düzgün cavabım D variantı olacaq. Bu ildən bizə qoşulan uşaqlar bu qaydanı bəlkə də başa düşmədi, mən nə danışıram. Amma keçən ildən gələn uşaqlar bildilər ki, artıq hansı qaydanı biz vurğulayırıq burada. İnşallah bu dərs keçəndə daha yaxşısı aydın olacaq. 19-cu sualda ikinci tərəfdə should handle görürəm. Should handle, yəni öhdəsindən gələ bilər, kömək edə bilər deməkdir və xəbər funksiyasını daşıyır. Biz də bilirik ki, hour'dan sonra isim gəlməlidir, amma should isim deyil. Her'dən sonra isim gəlməlidir. Bu variantlar çıxdı. Demək, indi bizə deyir ki, he refused to help her. Yəni burada sadəcə mübtəda funksiyasında işlənən C variantıdır. Deyir ki, he refused to help them. O deyir, onlara kömək eləməyi rədd elədi. Deyərək ki, onlar bunu özləri tək eləyə bilərlər də. Yəni elə bir cümlə işlədi. Bu biraz çətin idi. Sadəcə yerinə qoyub yoxlamaq və ümumiyyətlə should handle özünüz bilirsiniz ki, xəbər funksiyasına oturubsa, xəbərin də qarşısına əlbəttə ki, mübtəda oturacaq da. Mübtəda funksiyasına yerinə yetirə bilən əvəzliklər yalnız şəxs əvəzliklərdir. Hansılardır? I, you, he, she, it, we, you, they bunlardır. 20-ci sualda deyir ki, innovativ yanaşmadır. Biz demişik ki, it, apostrofisi olanda bu dur deməkdir. Amma it's onun deməkdir. İndi deyir ki, innovativ yanaşmadır. Dır deyirsə, it apostrofisi verəcəyik. Bu variantlar çıxdı. Aynən deyən arasına qaldım. Deyir ki, amma onun application-ı çətindir. Application isə qurğu, cihaz, proqram deməkdir. Ona görə isim gəldiyinə görə application, ümumiyyətlə bilmirsinizsə, söz bazavız zəif olsa belə, siz bilirsiniz ki, tion şəkilçisi isim düzəldən şəkilçidir. Demək ki, burada isim gəlib. Itdən sonra da isim gəlməz ki, itsdən sonra isim gələr də. 21-ci suala baxıram. Pass cığır deməkdir, təkdədir. Mən bilirəm ki, oldan sonra cəmsim gəlməlidir və variantlar bitdi. İkinci tərəfə baxıram, offer. Offer təklif eləmək deməkdir uşaqlar. Offer sözü özü cəmdədir. Çünki biz bilirik ki, xəbərdə S olanda o təki bildirir, xəbər təki olanda demək cəm bildirir. Əgər iç olsaydı offers olardı, non olsaydı offers olardı. Düzgün cavabım qalır A və B variantı arasında qalır. Demək bunu o tərəfdən tərcümə eləmək lazımdır. Deyir ki, you can take either path to reach the summit. Sən zirvəyə çatmaq üçün iki cığırdan birini seçə bilərsən. As both offer similar views. Deyir ki, hər ikisi eyni mənzərəni verdiyinə görə. B variantıdır ki, you can take neither path to reach the summit. Sən zirvəyə çatmaq üçün heç bir cığırı seçə bilmərsən. Hamısı eyni yola gəlir. Yəni bir mənasızdır da. Yəni ikisindən birini deyərəm də. Niyə mən onu deyim ki, yəni ikisindən biri bu deyir zirvəyə çatmaq üçün iki cığırdan birini, ayzıraq ikisindən biridir. İkisindən birini də seçə bilərsən. Çünki hər ikisi də eyni yola gedir də, eyni mənzərəni verir. Keçəm 22-ci suala. They checked every box. Hər qutunu yoxladılar. Amma tapdılar. Amma deyirsə demək heç bir şey tapmayıblar. Ona görə nothing verəcəm. Deyir ki, başqa, while the other room had everything they needed. Deyir ki, baxmayaraq ki, while ümumiyyətlə halbuki deməkdir, istinad bildirir. Yəni bir cümlənin o birisi cümləyə ziddiyyətini verir. Deyir ki, onlar hər qutunu yoxladılar. Amma deyir, faydalı hiçbir şey tapmadılar. Halbuki digər otaqda onların ehtiyacı olan hər şey var idi. Yəni, bir challenging sual idi, çətin idi. Sadəcə diqqətimizi toplamamız lazım idi. Demək, burada isə polar bear haqqında danışır. Polar bear ümumiyyətlə qütb ayıları deməkdir. Deyir ki, polar bearlər güclü ayılardır, Arktikdə yaşayırlar, çox soyuqdur. Onların ümumiyyətlə bu sözlərə diqqətli olun. Bizdə var thick var, bir də thin var. Demək, biri qalın, biri isə nazik deməkdir. Thin nazik deməkdir bu arada. Deyir ki, onların qalın ağ kürkləri var ki, kömək eləyir ki, onlara blend. Blend də blender sözündən yadınızda saxlayın ki, blend qarışdırmaq deməkdir. Onlar deyir ağlıqla, buzla qarışırlar, yəni görünmürlər də. Onlarda həmçinin pi qatı var. Layer of fat, pi qatı dərilərin altında və deyir bu xəz dəri onlara kömək eləyir ki, rahat qalsınlar dondurucu temperaturda. Polar bearlər, yəni qütb ayıları are great swimmers, qəşəng üzgüçüdürlər, uzun məsafəyə
üzə bilirlər ki, yemək tapsınlar. Adətən də sil yeyirlər. Sil nədir uşaqlar? Suitidir. Suiti yeyə bilirlər. Hansı ki, deyir onlarda by waiting near holes in the ice. Buzun yanında belə deşiklər olur. Və onun yanında gözləyirlər. Suitilər nəfəs almağa gələn kimi tez tutub yeyirlər qütb ayıları onları. Deyir, bears are very patient. Çox səbirlidirlər ayılar. Gözləyirlər uzun müddət ki, öz qurbanlarını tuta bilsinlər. Polar bearlər adətən hunt alone. Məsələn, hunt alone nə deməkdir? Yalnız ovçudurlar. Yəni tək ova gedirlər də. They are powerful animals, güclü heyvanlardılar. Deyir ki, qalın buzu suitiyə çatmaq üçün sındıra bilirlər də. Həmçinin excellent sense of smell, qəşəng iyi bilmə qabiliyyətləri də var ki, yəni uzaq məsafədən də olsa suitiləri tapa bilirlər. Aha, keçirəm 3-cü abzasıma. 3-cü abzasda deyir ki, bu yaxınlarda polar bearlərin çox çətin zamanlarıdır. Çünki buzlar ki əriyir, onlar da ovlamaya getmədilər axı. Az buz olanda da onlara çətin olur yemək tapmaq. Yəni effort səy deməkdir, güc deməkdir. Yəni bir çox səylər də aparılır ki, bu polar bearləri, qütb ayılarını qorusunlar, onların evlərini qorusunlar və onların ehtiyaclarını öyrənsinlər, ətraf mühiti öyrənsinlər. Nəysə 23-cü sualda bizə deyir ki, düzgün cavabı tap. Məsələn, 2-də deyir ki, qrup halında ova gedirlər. Məsələn, əlbəttə ki, 2 səhvdir olacaq. Qrup halında deyildilər axı onlar. Ona görə 2-ni səhv götürürəm. Sonra onlar deyir məsələn cannot detect, uzaq məsafədən suitləri tapa bilmirlər, səhvdir. Ona görə 1-3 doğru cavabdır, Y variantı. Tekst nə haqqındaydı? Əlbəttə ki, Arktikdə yaşayan böyük, güclü aylar haqqındaydı. 25-də deyir ki, buzun bu climate change-də iqlim dəyişikliyi polar bearlara təsir edir. Necə təsir edir ay uşaqlar? Yəni buz ki azalır, onlar da ovlanmağı çətinləşir də, düzdürmü? Ehtiyac duyurlar. 26-cı sualda deyir ki, polar bearları qorumaq üçün hansı səylər göstərilir? Yəni climate change onunla mübarizə aparıb onun ehtiyaclarını ödəyirlər. Paragraf 3-də deyir ki, to turn from something solid. Deyir ki, bərk bir şeydən mayeyə çevirmək. Əlbəttə ki, bu meltdir. Melt ərimək deməkdir. Tolerant dözümlüdür. Patient da dözümlü deməkdir uşaqlar. Patient yazılmalıdır ya da patient. Görə burada necə? Patient yazacağıq. So 29-da isə deyir ki, the ability to break through thick ice. Deyir ki, onların bu bacarıqları hansı cümlədir? Hansı cümlədir? Cümləni the ability. Nəysə, biz burada sözləri dəyişməliyik, amma deyəsən tapa bilməyəcəm. The ability to break through thick ice. They reach the, nə bilim, seals. Bunlara çatırlar. Nəysə, buranı boş verək.